Hər kəsə salam. Bugünkü dərsimiz İPC testindən informasiya ölçü vadləri və keçidləri ilə bağlı sualların izahı olacaq. Gəlin suallarımızın izahına baxaq. Birinci kəsək bu hissəni. Deməli, gəlirik bu hissəni kəsirik. Və başlayaq suallarımızın izahına. 47-ci sualda deyir ki, informasiyanın əsas ölçü vahidi nədir? Biz bilirik ki, informasiyanın əsas ölçü vahidi baytdır. Cavab olacaq A variantı. 48-ci sualda deyir ki, elementar ölçü vahidi nədir? Baxın, elementar ölçü vahidi və yaxud da ən kiçik ölçü vahidi, məntiqi cəhətdən bölünməz ölçü vahidi bit hesab olunur. 48-ci sualımızın cavabı da olacaq B variantı. Deməli, 49-cu sualda deyir ki, binary digit nədir? Dedik ki, əvvəlki dərsimizdə binary digit bit sayılır. Cavab olacaq B variantı. 1 kilobayt neçə baytdır? Baxın, burada yazıram. 1 kilobayt neçədir? Baytdır. Baxın, kilobaytdan bayta gəlirəm. Aralarındakı məsafə nə qədərdir? 2/10 qədər. Böyükdən də kiçiyə gəldiyimiz üçün vuracaq. Deməli, 1 vurulsun 2/10 eləyəcək. Bu da bərabər 2/10 nə? Bayt. Çünki bayta çevirdik. Cavabımız da olacaq bu. Deməli, 50-ci sualın cavabı olacaq A variantı. Sonra deyir ki, 1 megabayt neçə baytdır? İkinci qoyuram burada. 1 megabayt neçə baytdır? Bu necə tapırıq? Baxın, megabaytdan hara gəlirik? Bayta. Aralarındakı məsafə nə qədərdir? 2/10, bir də 2/10. Vururuq bir-birinə 2/20. Bu biri vuracaq 2/20-yə. Bərabər olacaq neçəyə? 2/20-yə. Nə? Bayt. Cavab da olacaq bu. Deməli, 51-ci sualın cavabı oldu 2/20 bayt. B variantı. 52-ci sualda deyir ki, 1 gigabayt neçə baytdır? Üçüncü qoyuram burada. Yazıram. 1 gigabayt neçə baytdır? Biri saxlayıram yerində. Gigabaytdan hara gəlirik? Bayta. Aralarındakı məsafə nə qədərdir? 2/30 qədər. Vururuq 2/30-a. Bu da bərabər eləyir 2/30 bayt. Çünki baytından istəyir bizdən. Cavab da olacaq bu. Deməli, oldu burada cavab D variantı. 53-cü sualda deyir ki, 1 terabayt neçə baytdır? Baxın, yazıram burada. 4-cü 1 terabayt deyir ki, neçə baytdır? Bu biri saxlayıram yerində. Terabaytdan gəlirəm bayta. Aralarındakı məsafə nə qədərdir? 2/40. Vururuq 2/40-a. Bu da bərabər olur 2/40 bayt. Cavabımız da olacaq bu. Deməli, 53-cü sualda cavab oldu C variantı. Sonra deyir, 54-cü sualda deyir ki, 2/30 bayt nəyə bərabərdir? Baxın, siz testlər işlədikcə, alışdıqca testlərə, məntiqi tutduqca, artıq bu strukturu yazmağa ehtiyac yox. Sadəcə burada izah edirəm deyənə göstərirəm. Siz baxın, burada hesablamışsınız da 2/30 bayt 1 gigabayt deməkdir. Avtomatik bunu variant olaraq cavablandıracaqsınız. Hər dəfə yəni struktura baxmağa da ehtiyac yoxdur. Gözünüzün qabağına gətirib o şəkildə həll eləyə bilərsiniz. Bilirik ki, 2/30 bayt nəyə bərabərdir? 1 gigabayt. Cavab da olacaq A variantı. Sonra 55-ci sualda deyir ki, 223 bit nəyə bərabərdir? Baxın, burada 5-ci yazıram. 223 bit soruşur ki, bizdən nəyə bərabərdir? Baxın, demir bizə baytla yaz, kilobaytla yaz və yaxud da megabaytla. Bizə heç nə vermir. Biz variantlardan özümüz tapmalıyıq. Bunu çoxlu yenə deyirəm, test işlədikcə avtomatik baxıb, məsələn, bilə bilərsiniz ki, 1 megabayt eləyir. Amma bunu belə izah eləmək üçün necə başa düşə bilərik? Baxın, 223 bit yazıb.
Amma bizə soruşmur hansı ölçü vahidinə çevirməlisən. Demir bizə. Variantlarda isə fərqli ölçü vahidləri var. Biz, məsələn, bitə ən yaxın ölçü vahidi hansıdır? Baytdır. Çeviririk bayta, görürük ki, variantlarda var. Varsa o variantı işarə edirik. Yoxdursa, baytdan da yaxını hansıdır? Ona çeviririk. Məsələn, kilobayta. Görürük kilobaytla da yoxdur cavab, megabayta çeviririk. Bu şəkildə həll edirik. Məsələn, 223 biti çevirək bayta. 223 olduğu kimi qalır. Bayta çevirəndə bitdən nəyə gəlirik? Bayta. Aralarındakı məsafə nə qədərdir? 203 qədər. Bölürük bunu 2/3-ə. Bərabər olur 2/20 bayta. Baxırıq variantlarda. Belə bir cavab var, yoxdur. Olmadığı üçün də deməli çeviririk, baytdan da keçirik biti kilobayta çevirməyə. Baxın, buranı silirəm. İndi çevirək kilobayta. 2/23-ü bölürəm 2/13-ə. Kilobayta keçəndə bitdən kilobayta çevirim. Aralarındakı məsafə nə qədər? 2/13 qədər. Bölürəm 2/13-ə. Bərabər olur neçəyə? 2/10 nəyə? Kilobayta. Baxıram, görürəm, belə bir cavab var, 2/10 kilobayt. Yoxdur. Deməli, bu da uyğun gəlmir. Silirəm buranı. Yazıram. İndi çevirəm bitdən megabayta. 2/23 bölünsün. Bax, 2/3, 2/10, 2/10. Nə qədər elədi? 2/23. Bunlar ixtisar gedir, bərabər olur 1 megabayt. Belə bir cavabımız var. Var. Deməli, cavab da olacaq Y variantı. Sonra 56-cı sualda deyir ki, 1 petabayt neçə baytdır? Baxın, yazıram bura 6-cı. 1 petabayt neçə baytdır? Baxın, burada strukturumuzda petabayt yoxdur. Ən çox hansılar istifadə olunur, onları yazmışam. Terabaytdan sonra petabayt gəlir. Bunların da arasındakı məsafə 210 qədərdir. Petabaytdan da bayta keçdiyimiz üçün bura. Bunların arasındakı məsafə nə qədərdir? 250 qədər. Deməli, bu biri vururuq 250-yə. Cavab deyilir neçə? 250 bayt. Deməli, olacaq düzgün cavab burada Y variantı. İndi isə keçək digər suallarımıza. Gəlir burada suallarımız. Deməli, 56-ya baxdıq. 57-ci sual gəlirdi. 57-ci sualda necədir? Baxın, burada deməli, qələmi açaq buradan. 57-ci sualda deyir ki, 2/23 bit neçə megabaytdır? Bitdən megabayta gəlirik. 2/23 olduğu kimi qalacaq. Kiçikdən böyüyə gəldiyimiz üçün nə edəcək? Böləcək. Yəni, 2/23-ü böləcək neçəyə? 2/23-ə. Bunlar ixtisar gələcək, qalacaq 1 megabayt. Cavab da olacaq A variantı. 58-ci sualımıza baxaq. Deyir ki, 40.960 bit neçə kilobaytdır? 40.960-ı necə yaza bilərik? 4096 vurulsun 10 şəklində yaza bilərik də. Bunu da belə yaza bilərik də. 2 yadda saxla siyahısı vermişdim sizə. Oradan baxa bilərsiniz. 2 12 vurulsun. Onu da belə yaza bilərik də. 2 vurulsun 5. Bu da bərabərdir. 2/13 vurulsun 5. Nə? Bit. Bax, bu bitdir. Düzdür? İndi bunu çeviririk kilobayta. Bitdən kilobayta qədər məsafə nə qədərdir? 2/13 qədər. Kiçikdən böyüyə gəldiyimiz üçün böləcəyik. Yəni, 2/13 vurulsun 5 bölünsün 2/13. Bunlar ixtisar gedəcək. Cavab olacaq 5 kilobayt. A variantı. Digər suallarımıza baxaq. Deməli,
Burada 59-cu sualdan başlayaq. Kəsək bu hissəni. Belə. Deməli, 59-cu sualda deyir ki, aşağıdakı əlaqələrdən hansı düzgündür? A variantında olan cavablara baxın. Belə bir variant düz deyil də. Çünki biz keçmişi baxın kilobaytla bayt arasındakı məsafə nə qədər? 2/10 qədər. Belə bir qayda biz izah eləməmişik. 10/3 bayt deyilən bir şey yoxdur. Deməli A variantı uyğun gəlməyəcək. Sonra burada B variantında da 1000 gigabayt 1000 bayt hesab oluna bilməz. Baxın, gigabaytdan hara gəlirik? Bayta. Nə qədərdir aralarındakı məsafə? 2/, deməli 30 qədərdir. Amma burada 1000 bayt yazılıb. Bu da uyğun gəlmir. Sonra C variantında deyir ki 1 gigabayt 10 megabaytdır. Baxın görün, 1 gigabayt 10 megabayt sayılır. Baxın, əksinə 1024 megabaytdır. Deməli bu da uyğun gəlməyəcək. Sonra D variantına deyir ki 1 kilobayt 2/10 baytdır. Həqiqətən də 1 kilobayt 2/10 baytdır. Sonra 1 megabayt 220 baytdır. Baxın 1 megabayt 220 baytdır. Sonra gəlir 1 gigabayt 230 baytdır. Baxın buradan bura qədər olan məsafə. Sonra 1 terabayt 240 baytdır. Həqiqətən də 1 terabayt baxın bu məsafə bulardır. 240 bayt hesab olunur. Deməli cavabımız da olacaq D variantı. Y variantına baxaq. Deyir ki 1 kilobayt 210 bitdir. Baxın 1 kilobayt bu da bit. Aralarındakı məsafə nə qədər? 210, 203. 213 bitdir. Amma burada yazılıb 210 bit. Deməli Y variantı da olmayacaq. Cavab da oldu D variantı. 60-cı sualda deyir ki, Unicode kodlaşdırılmasında informasiya prosesləri ifadəsi üçün nə qədər saha ayrılır? Bunu gələcək dərsimizdə ASCII Unicode kodlaşdırılmasını keçəndə izah eləyəcəm. Sadəcə burada qısa izah eləyim, çox rahatdır. Burada simvolların sayını tapırsınız. Bax, bu dırnaq içərisində yazılan ifadədə. Məsələn, neçədən simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bax, bu boşluq da sayılır. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 dənə simvol var. ASCII kodlaşdırılması var. Orada bir simvol 1 bayt yer tutur. Unicode'da isə bir simvol 2 bayt yer tutur. Ona görə bizdə Unicode kodlaşdırılmasında bu ifadənin nə qədər yer tutduğunu soruşursa, sayırıq simvolların sayı nə qədər oldu? 22 dənə. Düzdür? Bunu vururuq 2 bayta. Bu deyilir 44 bayt. Cavab da olacaq B variantı. 61-ci sualda deyir ki, 3 megabayt üstə gəl 15 kilobayt nə qədər eləyəcək? Baxın, burada yazıram. 3 megabayt üzərinə gəl 15 kilobayt bərabər eləyəcək sual işarəsi. Baxın, burada megabayt verib kilobayt. Hansına keçsək rahat olar? Megabayta çevirsəm, kəsr alınacaq, uzun proses gedəcək. Amma ikisini də kilobayta çevirsəm, daha rahat olacaq. Gəlin kilobayta çevirək. 3 vurulsun, megabaytdan kilobayta çevirəndə nə qədər edəcək? 210 qədər, düzdür? 210 yazmıram, 1024 yazıram. Üzərinə gəlirəm, 15 kilobayt. Bərabər eləyir. 3'ü vuranda 1024'ə eləyir 3072. Üzərinə gəlirik 15. Bu da eləyir 3087 kilobayt. Cavabımız da olacaq 3087 kilobayt. B variantı. 62-ci sualda deyir ki 4 megabayt çıxılsın 9 kilobayt. Baxın burada yazıram. 4 megabayt çıxılsın 9 kilobayt.
Bu nə qədər eləyəcək? Baxın, burada da kilobayta çevirək. 4-ü vururuq 1024-ə, çıxırıq 9-u. Bərabər eləyir nə qədər? Bu eləyəcək 4096 çıxılsın 9. Bu da bərabərdir. Deməli, 4087 kilobayt eləyəcək. 4087 kilobayt. Cavabımız da olacaq bu. Deməli, burada oldu cavab D variantı. 3 megabayt deyir, nəyə bərabərdir? Baxın, burada yazıram. 3 megabayt soruşur ki, nəyə bərabərdir? Amma hansı ölçü vahidində eləməsi onu soruşmur. Siz variantlara baxmalısınız. Megabayta ən yaxını nədir? Kilobaytda. Gəlin kilobayta çevirə görək alınacaq. 3-ü vururam burada. Megabaytdan kilobayta gəlirəm. 210 qədər məsafə var. 210-a vururam. Baxıram cavaba. Görürəm belə bir cavab var. Var. B variant. Deməli, bu şəkildə yaza bilərik. Kilobayta çevirdik. Yazırıq qarşısında kilobayt. Cavab da olacaq B variantı. Sonra 64-cü sualda deyir ki, 18 megabayt nəyə bərabərdir? Baxın, burada yazıram. 4-cü 18 megabayt soruşur ki, nəyə bərabərdir? 18-i biz necə yaza bilərik? 2 vurulsun 9 şəklində yaza bilərik də. Biz 2-lərlə işlədiyimiz üçün onu sadələşdirə bilərik. Ona görə bu şəkildə yazırıq. Bunu da megabaytdan gətirək, ən yaxın ölçü vardı megabaytı nədir? Kilobayt. Kilobayta gətirək görə cavabda həmən variant olacaq. Vururuq megabaytdan kilobayta görə 2/10-a. Bu da eləyir 9 vurulsun 2/11 kilobayt. Baxaq görə belə bir cavab var, yoxdur. Onda bunu megabaytdan kilobayta yox, bayta çevirək. Bayta çevirə görə belə bir cavab olacaq. Bunu avtomatik baxıb da həll eləyə bilərsiniz. Sadəcə izah eləmək üçün bu yol gedirəm. Sonra baxırsınız 9 vurulsun 2 olduğu kimi qalır. Bunu vururuq megabaytdan çeviririk bayta. Aralarındakı məsafə nə qədərdir? 2/20 qədər. Bu da bərabərdir 9 vurulsun 2/21 bayt. Belə bir cavab var, yoxdur. İndi bitə çevirək. Bitə çevirə görə alınacaq. 9-u vuraq 2-yə, bunu da vuraq megabaytdan bitə gəlir. Aralarındakı məsafə nə qədər? 2/23 qədər. Vururuq 2/23-ə, eləyir 9 vurulsun 2/24. Nə? Bit. Bitə çevirdik də. Baxırıq variantlara. Belə bir cavab var. Var. C variantı. Deməli, cavabımız da olacaq bu. Sonra 65-ci sualda deyir ki, 2 megabayt neçə bitə bərabərdir? Yazıram burada 5-ci. 2 megabayt soruşur ki, neçə bitə bərabərdir? Megabaytdan bitə gəlir. 2 olduğu kimi qalır. Megabaytdan bitə gəlirik. Aralarındakı məsafə nə qədərdir? 2/23 qədər. Vururuq bunu 2/23-ə. Bu da bərabər olur 2/24 bit. Cavabımız da olacaq B variantı. Keçək digər sualımıza. Baxın, burada deməli 65 işlədik. Bu suallara baxaq. Kəsək bu hissəni. Belə. 66-cı sualımıza baxaq. Burada deyək ki, 2/13 bit neçə baytdır? Baxın, burada yazıram. 2/13 bit soruşur bizdən neçə baytdır. Bitdən bayta keçirik. 2/13 olduğu kimi qalır. Bitdən bayta keçdiyimiz üçün bölürük. 2/3-ə böləcəyik. Bərabər olacaq neçə?
bunlar ixtisar gedəcək. 2 üstü 10 byte. Cavabımız da olacaq bu. Demək, A variantı oldu cavab. 67-ci sualda deyir ki, 32 GB neçə kilobaytdır? Baxın, burada yazıram. 32-ni necə yaza bilərik? 2 üstü 5 şəklində yaza bilərik də. 2 üstü 5 gigabayt neçə deyir? Kilobaytdır. Gigabayt neçə kilobaytdır? Baxın, 2 üstü 5 olduğu kimi qalır. Gigabaytdan kilobayta gəlirəm. Baxın, buradan gəlirəm bura. Aralarındakı məsafə 2 üstü 20 qədərdir. Vururam bunu 2 üstü 20-yə. Bu da nə qədər eləyir? 2 üstü 25 kilobayt. Baxın, burada kilobaytdan soruşurdu. Cavab da oldu. Deməli, burada bizdə D variantı. 68-ci sualda deyir ki, 18 kilobit neçə baytdır? Bax, 3-cü yazıram. 18 kilobit soruşur ki, neçə baytdır? Bax, kilobitlə olan misallarda bu struktura baxın. Bu strukturla həll eləyin. Bax, bu tip misallarda hissələrə bölün. Bu birinci hissə, hansı kilobitlər, megabitlər, gigabitlərlə olan misallar olur. Orada hissələrə bölün. Bu birinci hissə, bu ikinci hissə. Burada görürsünüz, ikinci hissə var, amma birinci hissə yoxdur. Buranı x qəbul edin. Bu olsun birinci hissə, bu da ikinci hissə. Kilodan gəlirsiniz x-a, birincidən birinciyə, ikincidən isə, yəni bitdən də bayta gəlirsiniz. Başlayırsınız hesablamağa. 18-i necə yaza bilərik? 2 vurulsun 9 şəklində yaza bilərik də. Kilodan x-a gəlir. Baxın, kilodan gəldi x-a. Aralındakı məsafə nə qədər? 210 qədər. Böyükdən kiçiyə gəldik. Deməli, vuracaq 2 üstü 10-a. Sonra bitdən bayta gəldik də, kiçikdən böyüyə. Bitdən bayta gəlirik. Kiçikdən böyüyə. Ona görə böləcəyik. Bölürük bunu 2 üstü 3-ə. Bununla bunlar ixtisar gedir. Nə qalır? 2 üstü 7 qaldı burada. Bunu da vurduq 2-yə. 2 üstü 8. Yəni 9 vurulsun. 2 üstü 8. Nə istəyir bizdə baytla? Bayt olacaq. Cavabımız da olacaq bu. Baxırıq, görürük cavab. Variantlarda belə bir cavab var. C variantı. Doğru cavabımız da olacaq bu. 69-cu sualda deyir ki, 20 megabayt neçə kilobitdir? Baxın, 4-cü yazıram burada. Soruşur, 20 megabayt neçədir? Kilobitdir. Bax, yenə kilobitlərlə soruşur. Bu tip misallarda hissələrə bölürük. Birinci hissə, ikinci hissə. Bu da baytda, baytın qısaldılmış formasıdır. Birinci hissə, ikinci hissə. Bundan birincidən birinciyə gəlirik, ikincidən də ikinciyə. Megadan kiloya keçəndə nə qədər eləyir? Bax, bu 20-ni saxlayırıq yerində. 20-ni necə yaza bilərik ümumiyyətlə? 5 vurulsun 2-nin kvadratı yaza bilərik də. Bu olduğu kimi qalır. Megadan kiloya gəldiyimiz üçün, baxın, megadan kiloya. Arasındakı məsafə 210 qədərdir. Vururuq 2 üstü 10-a. Baytdan da bitə gəldiyimiz üçün, baxın, baytdan bitə gəlirik. 2 üstü 3 qədər məsafə var. Bunu da vururuq 2 üstü 3-ə. Bu da bərabər olur 5 vurulsun 2 üstü 13, 2 üstü 15. Vururuq 2 üstü 15-ə. 2 üstü 15 nə? Kilobit. Bizdən kilobitlə istəyir cavabı. Cavabımız da olacaq bu. Baxırıq varianta 5 vurulsun 2 üstü 15. C variantı olacaq. 70-ci sualda deyir ki, 1024 bit neçə kilobitdir? Baxın, 5-ci yazıram burada. 1024 bit soruşur ki, neçə kilobitdir? Baxın, bunu necə yaza bilərəm 1024-ü? 2 üstü 10 şəklində yaza bilərəm də, olduğu kimi qalır yerində. Kilobitlərə aid misaldır da bu. Demək, hissələrə bölürük. Bu birinci hissə, bu ikinci hissə.
Burada birinci hissə yoxdur, x qəbul edirik. Olur bu birinci hissə, bu da ikinci hissə. X-dan kiloya gələcək, bitdən də bitə. X-dan kiloya gələndə aralarındakı məsafə nə qədərdir? 2/10 qədər. Kiçikdən böyüyə gəldik, bölürük. Yəni bunu böləcək 2/10-a. Və bitdən bitə gəlirik. Eyni olduğu üçün qalır yerində, çevrilmir. Deməli belə olur misal. Bunlar ixtisar gedir, qalır yerdə 1. 1 nə? Kilobit. Cavabımız da olur belə. Deməli oldu burada cavab A variantı. Sonra deyir ki 8192 megabit neçə megabaytdır? Baxın bura 6-cı yazıram. 8192-ni necə yaza bilərik? Yadda saxla siyahısı vermişdim sizə. 2/13 şəklində yaza bilərik də onu. Yəni megabit oldu da bu, megabit. Bundan çevirmək istəyirik nəyə? Megabayta. Megabayt. Yenə sualımız megabitlərləndir. Ona görə hissələrə ayırırıq. Bu birinci hissə, bu ikinci hissə. Bu da 1, bu da ikinci. Megadan megaya keçəndə eyni olduğu üçün dəyişmir. Bitdən bayta keçəndə. Bax bu 2/13 olduğu kimi qalır. Bitdən bayta keçirik. Kiçikdən böyük olduğu üçün 2/3-ə böləcək. Bu da bərabər olacaq neçə? 2/10 nə? Megabayt. Cavab da olacaq bu. 2/10 yoxdur da bu variantlarda. 1024 var. Deməli cavab olacaq B variantı. Sonra 72-ci sualda deyir ki 1 kilobit neçə bitdir? Baxın, yazıram buraya 7-ci. 1 kilobit soruşur ki neçə bitdir? Bax kilobitlərlə verin misalı. Hissələrə bölürük. Birinci hissə, ikinci hissə. Burada elə başa düşün ki x durub. Olur birinci hissə, ikinci hissə. 1 olduğu kimi qalır. Buradakı 1. Kilodan x-a gəlirik. Baxın kilodan x-a. Neynəyəcək? Vuracaq. Vuracaq 2/10-a. Bitdən bitə də eyni olduğu üçün dəyişmir. Bərabər olur 2/10 bit. Cavabımız da olacaq burada. Elə 2/10 1024 deməkdir. C variantı. 73-cü sualda 1 kilobit neçə bayt soruşur. 8-ci yazıram. 1 kilobit neçə baytdır? Bunu da hissələrə bölürəm. Bura x yazıram. Baxın, kilodan x-a gəldik. 1-i vururam 2/10-a. Bitdən də bayta gəlirəm. Böləcəm 2/3-ə. Bu da bərabər elədi 2/7. Belə bir cavabı var burada. Yoxdur. 2/7 128 deməkdir. Demək olacaq cavab A variantı. Sonra 74-cü sualda deyir ki, baxın burada 9-cu yazıram. 2/22 bit neçə megabaytdır? Baxın 2/22 bit soruşur ki neçə megabitdir? Megabitlə soruşur. Megabitlə soruşduğu üçün hissələrə bölürük. Bu birinci hissə, bu ikinci hissə. Burada elə başa düşün ki x dayanıb. Bu da belə. 222 olduğu kimi qalacaq. X-dan megaya gəlirik. Baxın x-dan megaya. Nə eləyəcək? 2/20-yə böləcək. Deməli bölünsün 2/20 olacaq. Bitdən də bitə gəlir, dəyişmir. Cavab da olacaq. Bunlar üstlər çıxılır 2-nin kvadratı. Belə bir cavab var, yoxdur. 2-nin kvadratı nəyə bərabərdir? 4-ə. Deməli olacaq 4 megabit. Cavab olacaq C variantı. Siz hər dəfə burada misal üçün x-dan mega keçəndə və yaxud da kilodan x-a keçəndə bunlara struktura baxmayaraq da həll edə bilərsiniz. Məsələn, kilo bilirsiniz ki, kilodan x-a keçəndə kilo həmişə bərabər olur 2/10-a. Məsələn, mega bərabər olur 2/20-yə. Sonra giga bərabər olur 2/30-a. Tera bərabər olur 2/40-a. Bunları yadda saxlasaz bu misallarda avtomatik olaraq hesablaya bilərsiniz. İndi isə keçək digər suallarımıza.
Gəlir deməli burada 75-ci sual. Kəsək buranı. Belə. 75-ci sualda deyir ki, 1024 gigabit neçə megabaytdır? Baxın, yazıram bura birinci. 1024 gigabit neçə megabaytdır? Baxın, 1024-ü necə yaza bilərik? 2/10 şəklində yaza bilərik də. 2/10. Gigadan megaya gəlirik. Bitdən də bayta. Bax, gigabitlərlə soruşur misalımızda. Ona görə hissələrə bölürük. Gigadan megaya gələndə. Baxın, gigadan megaya gəlirsiniz. 2/10 qədər məsafədir. Vururuq 2/10-a. Bitdən də bayta gəlirik. Bölürük 2/3-ə. Neçə eləyəcək? 220 bölünsün. Baxın, 220 bölünsün 2/3. Üstlər çıxılır. 2/17 nə qalır? Megabayt. Cavabımız da olacaq belə. Oldu burada cavab C variantı. Sonra 76-cı sualda deyir ki, 3 megabaytlıq səs faylı, 200 kilobaytlıq şəkil faylı və 2048 baytlıq mətn faylı birlikdə yaddaşda neçə kilobayt yer tutur? Yəni, bunların birlikdə cəmini istəyir. Deməli, belə olacaq da misalımız. 3 megabayt üzərinə gəlirik 200 kilobayt və bunun da üzərinə gəlirik 2048 bayt. Bunların ümumilikdə cəmini istəyir bizdən. Baxırıq burada. Hansı ölçü vahidinə keçirsək biz üçün daha rahat olar? Baxın, burada hamısı megabayta çevirsəm, artıq kəsir alına bilər. Bu da biz üçün uzun proses gedər. Daha yaxşı olar ki, kilobayta çevirək hamısını. Necə eləyirik? 3 megabaytı kilobayta çeviririk. 3-ü vururuq 1024-ə. Üzərinə gəlirik 200 kilobaytı və bunun da üzərinə gəlirik 2048 bayt neçə kilobayt eləyir? 2 kilobayt. Bu da bərabərdir. Bu elədi, deməli 3072 kilobayt, üzərinə gəlirik 200, üzərinə gəlirik 2. Bu da bərabərdir 3274 kilobayt. Bizdən də nə ilə soruşur? Kilobaytla tapmaq soruşur da. Olacaq cavab da 3274 kilobayt. C variantı. Növbəti sualımız 77-cidir. Faillərin həcmini müqayisə edib artma ardıcıllığı ilə yerləşmələrini göstərin. Baxın, artma ardıcıllığı ilə soruşur bizdən. Bu tip suallarda dərin düşünməyimiz lazımdır, baxmağımız lazımdır, müqayisə eləməliyik ki, bu tip misalları həll eləyə bilək. Baxın, burada gigabayt var, megabayt, kilobayt, bit var, düzdür. Baxırıq, gigabaytla megabaytı müqayisə eləyək. Baxın, 2-ni vursaq, 1024-ə, yəni megabayta çevirsək, bu 2048 megabayt eləyəcək. Deməli, ikinci birincidən böyüdür. Baxın, yazıram. İkinci böyüdür birincidən. İndi isə, baxaq, birinci ilə üçüncüyü müqayisə eləyək. 3.5 megabayt 324 kilobayt yazılıb. Biz 3.5-i vursaq 1024-ə, kilobaytdan bu 324-dən böyük olacaq da. Deməli, 1-dən 3-dən böyüdür. 1, 3-dən böyüdür. Düzdür? Sonra, baxırıq, 3 ilə 4-ü müqayisə edirik. 22345-i kilobayta çevirəndə nə qədər eləyəcək? Harsa 2 kilobayt eləyəcək, 2 tam neçə kilobayt. Ona görə bu 324-dən kiçik olacaq. Yəni, bölsəz bunu 213-ə, yəni 8192-yə. 2 tam neçə kilobayt eləyəcək. 324-dən kiçik olacaq. Ona görə 3 də, belə deyək, böyüdür 4-cüdən.
Ardıcıllıq necə olacaq? Birinci gələcək, deməli, dördüncü, sonra gələcək, deməli, üçüncü, sonra birinci, sonra da ikinci. Ardıcıllıq belə olacaq. Cavabımız da olacaq D variantı. 78-ci sualımızda deyir ki, aşağıdakılardan hansı doğrudur? Bir bit 0 və 1 rəqəmlərindən təşkil olunur. Bəli, biz slaydımızda izah elədik ki, bit 0 və yaxud da 1-lərdən ibarət olur. Deməli, bu variant doğrudur. 1 bayt 1024 bitdir. Baxırıq burada. 1 bayt neçə bitdir? 8 bit. Amma burada yazır 1024. Deməli, bu səhv olacaq. 1024 kilobayt 1 megabaytdır. Baxın, megabaytdan kilobayta gəlirik. 1 megabayt neçə kilobaytdır? 1024 kilobayt. Deməli, üçüncü doğrudur. 1024 gigabayt 1 terabaytdır. Baxın, terabaytdan gigabayta gəlirik. Nə qədərdir məsafə? 1024 qədər. Deməli, bu da doğru olacaq. 1, 3, 4. Cavab da olacaq B variantı. 79-cu sualda deyir ki, 12 megabayt tutumu olan bir qovluqda 256 kilobaytlıq səs faylı, 2 megabitlik şəkil faylı, 2048 baytlıq sənəd faylı silinmişdir. Silinmə prosesindən sonra qovluğun həcmi nə qədər olar? Elə başa düşün ki, baxın burada 5 litrlik su var. Bu 5 litrlik sudan 2 litrin bir qaba boşaltdım. 1 litrin başqa bir qaba. 1 litrin də digər bir qaba boşaltdım. Yəni bu 5 litrdən bunların cəmi qədər su fərqli-fərqli qablara boşaldı. Yerdə nə qədər qalacaq buradan? Bunların cəmi nə qədərdir? 4 litr eləyir də. 5-dən 4 çıxırıq, yerdə qalır burada, bu qabda 1 litr su. Eyni ilə bu şəkildə bu misalı həll edəcəyik. Deyir ki, 12 megabayt tutumu olan bir qovluqdan 256 kilobaytlıq səs faylı, 2 megabitlik şəkil faylı, 2048 baytlıq sənəd faylı silinmişdir. Yəni, bunların cəmini tapıb bu 12 megabaytdan çıxacaq. Gəlir burada yazırıq, deməli, üçüncü yazıram burada. 256 kilobayt üzərinə gəlirəm. 2 megabit və bunun da üzərinə gəlirəm 2048 bayt. Və bunları hesablayıram. Baxıram, görürəm hansı ölçü vadinə çevirsəm daha rahat olar. Deməli, hamısını baxıram, görürəm ki, kilobayta çevirsəm bu misalı rahat həll edə bilərəm. 256 olduğu kimi qalacaq, kilobaytdır bu. Üzərinə gəlirəm. 2 megabiti kilobayta çevirirəm. Bax, qıraqda yazıram. 2 megabit neçə kilobayt eləyər? Dediyim megabitlərdə bu tip misallarda hissələrə bölürük. Birinci hissə, ikinci hissə. 1, 2. Və çeviririk bunları. Bundan buna, bundan isə buna. Megabaytdan kiloya gələndə. Megabaytdan kiloya nə qədər yoldur? Baxın, megadan kiloya gəlirik. 210 qədər. Böyükdən kiçiyə gəldik. Deməli, bu ikini olduğu kimi saxlayırıq. Vururuq 210-a. Bitdən də bayta gəlirik. Bax, bitdən bayta. 203-ə böləcəyik. Bu da bərabərdir neçə? Deməli, 203 ixtisara getdi bundan. 207, 208. Oldu 256 kilobayt. Yazırıq bura 256. Bunun üzərinə gəlirik. Bunu da kilobayta çevirəndə 2 eləyəcək. Yazırıq bura 2. Bərabərdir nə qədər eləyəcək? 514 kilobayt. Bunu tapdıq. İndi deyir ki, 12 megabayt tutumu var qovluqdan. Bunlar da silinib də. Deməli, 12-dən çıxacaq 514 kilobayt. Baxın, yazıram burada. Bu hissəni tapdıq. 12 megabayt çıxırıq 514 kilobayt.
Bunların hər birini kilobayta gətirək. 12-ni vururuq 1024-ə, düzdür? Çıxırıq 514 kilobayta. Yəni bu özü kilobayt eləyəcək də, bu da kilobaytdır. Bərabər eləyəcək neçə? Baxın, 12.000 deməli 288 kilobayt eləyir. Çıxırıq 514 kilobayt. Bu da bərabərdir 11.774 kilobayt eləyəcək. Cavabımız da olacaq bu. Deməli 79-cu sualımızın cavabı A variantı olacaq. Gəlin indi digər suallarımıza baxaq. Buradan çıxaq. Deməli qaldı 80 və 81-ci suallar. Kəsək bu hissəni. Deməli, 80-ci sualda deyir ki, qovluqda 10 megabayt həcmində informasiya var. Bu qovluqdan 3.5 megabayt həcmində fail silindi və 2560 kilobayt həcmində fail əlavə olundu. Yekunda qovluğun həcmi neçə megabayt? Bizdən megabaytdan soruşur. Baxın, burada yazıram birinci. 10 megabayt həcmində olan informasiyadır. Bundan 3.5 silinib, baxın, 10 megabayt deyil. Bundan 3.5 silindi. Nə qədər qalacaq burada? 6.5 megabayt qaldı. Düzdür? Sonra deyir ki, 2560 kilobayt həcmində fail əlavə olundu. Yəni, qalan bu həcm yoxdur. Buna 2560 kilobayt fail əlavə olundu. Və bizdə sonda megabaytdan soruşur ki, tap. Deməli, bunu da megabayta çevirməliyik də. 6.5 megabaytdan çıxanda biz 2.5 megabaytı 4 megabayt. Cavabımız da olacaq bu. Deməli, burada cavab oldu D variantı. 81-ci sualda isə deyir ki, qovluqda 15 megabaytlı faillər var. Bu faillərdən 3-ü eyni həcmli səs faylı, növbəti 4-ü eyni həcmli video fayl və yerdə qalan 3-ü eyni həcmli şəkil fayllardır. Video faylların hər birinin yaddaşı 1536 kilobaytdır. Səs fayllarının hər birinin yaddaşı 2048 kilobaytdır. Şəkil fayllarının hər birinin yaddaşı neçə kilobaytdır? Bizdən bunu soruşur. Bunu necə eləyirlər? Baxın, deyir ki, qovluqdur bu. Bu qovluqda 15 megabaytlıq fayllar var. Müxtəlif fayllar var. Səs faylı, video faylı və şəkil faylı. Deyir ki, bunlardan üçü səs faylıdır. Bunlardan üçü səs faylıdır. Dördü, hamısı da eyni həcmlidir ya. Dördü eyni həcmli video faylıdır. Baxın, buraya yazıram. Video faylı. Yerdə qalan üçü isə eyni həcmli şəkil faylıdır. Yerdə qalan üçü eyni həcmli şəkil faylıdır. Və deyir ki, video faylların hər birinin yaddaşı 1536 kilobaytdır. Baxın, video faylı yoxdur. Bunların hər birini, hamısı eyni həcmdə, hər birinin yaddaşı 1536 kilobaytdır. Əgər hər birinin yaddaşı 1536 kilobaytsa, 4-ü də eyni həcmdə, deməli, hər biri vurulacaq 4-ə. Ümumi həcmini tapmaq üçün. Sonra deyir ki, səs fayllarının hər birinin yaddaşı 2048 kilobaytdır. Deməli, bu 2000, hər biri 2048 kilobaytdırsa, onda 3-ü onların hasilinə bərabər olacaq. Sonra
deyir ki, deməli, şəkil fayllarının hər birinin yaddaşı neçə kilobayt? Şəkil fayllarının həcmini bilmirik. Bunu da x kilobayt qəbul edək. Bunların hər biri eyni həcmli olduğu üçün 3-ə vuracaq bunu da. Deməli, burada olacaq vurma. Və bunların, deməli, həcmin, ümumi həcmin tapıb 15 megabayta bərabər eləyəcək. Gəlin yazaq. Deməli, burada olacaq, ikinci yazıram burada, 3 vurulsun 2048 kilobayt, üzərinə gəlirik, 4 vurulsun 1536 kilobayt və üzərinə gəlirik 3 vurulsun x kilobayt. Bu da bərabər olur 15 megabayt. Başlayırıq bu tənliyi həll eləmək. Burada megabaytı da kilobayta çevirsək, tənliyimizi kilobaytla həll eləyə bilərik. 3-ü vuranda 2048-ə nə qədər eləyir? 6144 kilobayt. Yazıb bunu hesablasaz, bu qiyməti alacaqsınız. Üzərinə gəlir. Bunu da vuranda bir-birinə 6144 kilobayt eləyəcək. Üzərinə gəlirik 3x kilobayt bərabərdir 15360 kilobayt. Və başlayırıq burada bunları həll eləməyə. 6144 kilobaytları toplayanda eləyir bu 12288 kilobayt. Üzərinə gəlir 3x kilobayt. Bu da bərabərdir 15360 kilobayt. Burada 3x-i bərabər eləyirik, deməli 3072. X da bərabər olur 1024 kilobayta. Baxırıq cavabda 1024 var. Deməli cavab da olacaq A variantı. Yəni hər birinin yaddaşı 1024 kilobayt olacaq. Bugünkü dərsimizdə IPC testindən informasiya ölçü vahidlərinin suallarını işlədik. Növbəti dərslərimizdə görüşənədək.